Bismillah. Bürclərin 18 aprel üçün ən düz proqnozu və günün pulda ən şanslı və ən gərgin bürcləri. 18 aprel üçün astroloji enerjilərə əsaslanan ən dəqiq və real proqnoz. Bürclərin 18 aprel proqnozu belədir. Qoç, bugün daha sakit və düşünərək hərəkət etməlisən. İşdə tələskənlik səhvlərə səbəb ola bilər. Boğa, maddi baxımdan uğurlu siqnallar var. Kiçik qazanc və ya yeni fürsət əldə edə bilərsən. Əkizlər, ünsiyyət güclənir, vacib danışıq və görüşlər üçün uyğun gündür. Xərçəng, biraz emosional dağlanma mümkündür. Ailə məsələlərində səbirli olsan, hər şey yoluna düşəcək. Şir, enerjin yüksəlir, aktiv olmaq, yeni işlərə başlamaq üçün yaxşı gündür. Qız, plan qurmaq və gələcəyi düşünmək üçün ideal gündür. Maliyyədə düzgün qərar verə bilərsən. Tərəzi, münasibətlərdə harmoniya yaranır. Barışmaq və yaxınlaşmaq üçün şanslı gündür. Əqrəb, gərginlik azalır, amma yenə də daxili narahatlıq qala bilər. Özünü çox yorma. Oxatan, şans səndən yanadır. Yeni fürsətlər və gözlənilməz uğurlar mümkündür. Oğlaq, işdə sabitlik var, amma biraz yorğunluq hiss edə bilərsən. İstirahətə ehtiyacın var. Dolça, yaradıcı ideyaların artacaq. Yeni layihələr və planlar üçün uyğun gündür. Balıq, hisslərin çox güclüdür. İntuisiyan düzgün qərar verməyə kömək edəcək. Günün ən şanslı bürcləri oxatan böyük fürsətlər və uğur günüdür. Boğa, maddi qazanc günüdür. Tərəzi, münasibətlərdə xoş dəyişiklik var. Günün ən gərgin bürcləri. Qoç, tələskənlik problemlər yarada bilər. Xərçəng, emosional dalğalanma var. Əqrəb, daxili narahatlıq var.